Tinkercad platformasına daxil olmaq üçün ilk öncə biz axtarış brauzerində Tinkercad sözünü yazaraq axtarışa veririk. Tinkercad oxunur, amma yazılışda Tinker C ilə yazılır cad və belə bir simvolu olan deməli platformanı görürük biz axtarışa verdikdən sonra və ora daxil oluruq. Platforma açıldıqdan sonra yuxarı sağ küncdə biz iki söz görürük. Deməli, sign up və login. Sign up qeydiyyatdan keç deməkdir. Login isə daxil oldum deməkdir. Sizə qeydiyyatdan keçmək artıq ehtiyac yoxdur, əziz şagirdlər. Çünki mən hər biriniz üçün sinif yaradıb, sizi sinifdən qeydiyyatdan keçirmişəm. Siz sadəcə olaraq login sözünü vurursunuz və belə bir səhifə açılır. Burada yuxarı göy hissədə müəllimlər daxil olur. İkinci hissədən müəllim əgər sinif yaradıb, şagirdi sinifə daxil edib, ona kod təyin edibsə, ikinci, belə deyək də, dördbucaqdan həmin şagirdlər daxil olur. Üçüncü dördbucaq, bu yaşıl dördbucaqdan isə student akkauntu yaradan şəxsi, yəni öz Gmail ilə yaradan şagirdlər daxil olur. Mən artıq sizi qeydiyyatdan keçirdiyimə, siz sadəcə olaraq bu ortadakı dördbucağın üzərinə student with class code sözünün üzərinə vurursunuz və buradan sinif kodunuzu daxil edirsiniz. Sinif kodunuz Y5A6YRVGT. Bu mənim 5i sinifimin sinif kodudur. Go to my class vurduqdan sonra, əgər başqa sinifdirsə, yəni öz sinif kodunuzu daxil edirsiniz. Yəni hər sinifə müəllim verdiyi sinif kodu daxil edir. Bu kodu sizə müəllim verir. Buradan isə müəllimin sizə təyin etdiyi loginlə daxil olmaq üçün join with login code sözünün üzərinə vururuq və hər kəs ona təyin olunan login və parolla daxil olur. Go to my class vurduqdan sonra biz artıq öz səhifəmizə keçid edə bilərik.